həftə boyu şərab iç, həftədə bir dəfə cümləyə get. Eyni ilə xristiyanlıq il boyu günah eləyir, ildə bir dəfə Pasxa bayramında keşişə pul götürdür, günahların bağışlanmaqdan ötür. Yaxşı, belə olanda, Allah qanunlarına hörmətsizlik olanda, elə bir cəmiyyət formalaşır, heç kimdə narahat olmur bundan. Yavaş-yavaş Lut Peyğəmbərin qovmu elə pozuldular. Cəmi 3 nəfər qaldı, xalis oldu. Hətta cəmiyyət hidayətə gəlmiş Lut Peyğəmbərin ailəsinə sirayət elədi. Möminlər, niyə görə məscidə gəlməliyik? Mövzumun məqsədi budur. Niyə məscidə gəlməliyik? Sən denən, mən bugün namaz qılıram, hacıyam, Kərbəlayam, Məşədiyəm, mənə bu mühit təsir eləyəməz. Sən kimsən? Mən kiməm? Lut və Nuh Peyğəmbərin arvadın dinindən çıxardan mühit sənin də, mənim də ailə uşağıma təsir eləyə bilər. Ona görə məsciddə din, iman saxlamağa özü arxain olmayır, sən əllamə deyilsən, sən möminlərin şahı deyilsən, təcrid olunasan Qurandan, cümədən, moizədən, deyəsən mən saxlayacağım. Bir də onda gördün ki, əldən övlad getdi.